Определите верный ответ. В Национальном музее истории Азербайджана с 23 мая начнется показ новых экспонатов на выставке. Этот музей находится в центре столицы нашей страны. Первую неделю работы выставки посетить музей можно со скидкой 30%. Билеты продаются только в кассах muzея. Для şkolnikov и pensionerov vxod bесплатный. Mətndə deyildiyi kimi Azərbaycanın Milli Muzeyində, Tarix Muzeyində mayın 23-dən yeni eksponatların sərgisi başlayacaq. Bu muzey ölkəmizin paytaxtının kəndi, yəni mərkəzində yerləşir. Həftənin birinci günü sərgiyə 30% endirimlə getmək olar. Biletlər ancaq muzeyin kassalarında satılır və məktəblilər və təqaüdçülər üçün giriş havayıdır. Mətndən irəli gələrək в конце весны начнется демонстрация новых экспонатов в Национальном музее истории Azərbaycana variantını seçirik.